1974-cü ildə Braziliya qarşı oyunda Zaire millisinin müdafiəçisi Ilunga Mvepu'nun bu qəribə hərəkəti bəlkə də həm onun, həm də bütün komanda yoldaşlarının həyatını qurtarmışdı. İndiki Kongo Demokratik Respublikası, o zamanlar isə Zaire Respublikası adlanan ölkənin yığmasının 1974-cü il dünya çempionatına vəsiqə qazanması onlar üçün böyük uğur idi. Bu böyük uğur münasibətilə o zamanlar Zaire dövlətinin başçısı olan diktator Mobutu Sese millinin bütün heyətinə ev, maşın və böyük miqdarda pul mükafatı söz vermişdi. Şotlandiyaya qarşı ilk maçda 2-0 hesabı ilə məğlub olan Zaire millisi ikinci maçdan öncə onlara vəd olunan mükafatların məmurlar tərəfindən oğurlandığını öyrənərək Yugoslaviyaya qarşı oyuna böyük ruh düşkünlüyü ilə çıxırlar və bu oyunu 9-0 hesabı ilə məğlub olurlar. Bu məğlubiyyətə qəzəblənən Mobutu Sese növbəti oyunda Braziliyaya 3-0-dan çox hesabla məğlub olduqları halda millinin futbolçularına vətənə dönməməyi məsləhət görür. Əks halda futbolçuları və onların ailələrini böyük faciə gözlədiyini bildirir. Braziliya qarşı oyunun 85-ci dəqiqəsinədək artıq 3-0 hesabı ilə geridə olan Zaire millisi növbəti dəqiqələrdə artıq Braziliyaya yox, həyata qarşı mübarizə aparmalı idi. Maçın 85-ci dəqiqəsində Zaire millisinin qapısına doğru cərmə zərbəsi təyin olunur və bu cərmə zərbəsinin qolla nəticələnməsi onlarla insanın həyatını son verə bilərdi. Elə beynində bu düşüncələr olan Ilunga cərmə zərbəsi vurmağa hazırlaşan Braziliya futbolçularına doğru qaçaraq onların önündəki topu vurub meydançadan kənarlaşdırır. Bu hərəkəti ilə hər kəsi çaşqınlığa salaraq sarı kartla cəzalanan Ilunga həm vaxtı yubatmağa, həm də Braziliyalıların fikrini yayındırmağa nail olur. Braziliya cərmə zərbəsini sonradan yerinə yetirsə də qol vura bilmir və maç elə 3-0 hesabı ilə bitir. Turnir ilə erkən vidalaşan Zaire millisi vətənə dönsə də onların bundan sonraki həyatı heç də asan olmur. Mobutu Sese millinin maliyyələşdirilməsini dayandırmaqla yanaşı, futbolçuların digər ölkə klublarına transfer olmasına da qadağa qoyur. Daha sonra ölkədən qaçmağa nail olan Mavuba Mafuli'dən başqa millinin digər futbolçuları ömürlərini səfalət içində keçirirlər.